Asan Könüllüləri Təşkilatının növbəti hesabat qurultayı keçirilib. Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Asan Könüllüləri Təşkilatı bu siyasətin uğurlu təzahürlərindən biridir və təşkilat tərəfindən həyata keçirilən çoxsaylı layihələr minlərlə gəncin bilik, bacarıq və intellektual potensialının inkişafına xidmət edib. Bilirsiniz, bir müddət sonra Asan təcrübəsi istər ölkə daxilində, istər ölkə xaricində tətbiq olunduğu kimi, onun əsas komponenti olan Asan Könüllülük proqramı da ölkə daxilində genişləndi. Bir sıra dövlət təşkilatlarında yeni könüllülük institutları formalaşdı, təşkilatlar formalaşdı. Bu özü də sevindirici haldır. Ümumi yığıncaqda qəbul edilən qərara əsasən Aysiman Quliyeva yekdilliklə təşkilata yeni sədr seçilib. Asan Könüllülər Təşkilatının fəaliyyətini beynəlxalq bir şəkildə daha güclü formatda təqdim etmək və təmsil etməkdir. Eyni zamanda həyata keçirəcəyimiz layihələri daha innovativ, daha perspektivli və daha peşəkar bir formatda həyata keçirmək olacaqdır. 2013-cü ildə təsis olunan Asan Könüllüləri Təşkilatının əsas missiyası könüllülərin kadr kimi formalaşmasına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaqdır. Bu prosesə indiyədək 44 minə yaxın könüllü qoşulub. Təşkilat tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə icra olunub. 3400-dən çox könüllü Asan Kadr portalı vasitəsilə işlə təmin edilib.